Buraxılışımıza davam edirik. Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya kərəviz və kahı yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlanması həyata keçirilib. Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə həşiş və 89 kiloqram 705 qram narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.